Zülfiyə xanım, istəyərdik ilk olaraq oxuculara özünüzü təqdim edəsiniz. Ondan sonra biz suallarımıza keçək. Mən Zülfiyə Hüseynova, Judo və Sambo idman növü üzrə 12 dünya çempionuyam, dəfələrlə Avropa, hərbiçilərin olimpiya çempionuyam. 86-cı ildən bəri idmanla məşğulam, həm judo, həm sambo üzrə. Dəfələrlə SSR çempionu olmuşam, dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşam. Bu il isə həm Avropa, həm dünya çempionu oldum ustalar arasında. Ümid edirik ki, Judo Federasiyasında olan idmançılar qədər, yəni bu qədər nailiyyətləri olan idmançını da incitmirlər. Çox gülməli oldu, vallahi. Ən çox da incələnən elə idmançılardan biri də mənəm. Mən keçən illərim bu vaxtlar müraciət etdim Judo Federasiyasının prezidenti Rəşad Nəbiyevə ki, artıq mən işlədiyim yerdən təqaüdə çıxmışam və qalan ömrümü, onsuz da bu 39 ildir idmandayam, qalan ömrümdə bilik və bacarıqlarımı Azərbaycanın gələcəyi üçün, gələcək dünya, Avropa olimpiya çempionları yetişdirmək üçün və Judo Federasiyasında işə məni qəbul edəsiniz. Rəşad Nəbiyev tapşırdı Judo Federasiyasının katibi Rəşad Rəsulluya. Və Rəşad Rəsullu ilə danışdıq. Rəşad Rəsullu dedi ki, işə mən götürmürəm, bəs Alman müəllimi var, Richard müəllim, o götürür. Mən də elə onda qayıtdım ki, necə yəni Richard müəllim işə götürür? Deyir, o çox gözəl kinomuz var axırıncı aşırında. Deyir, sənə kim lazımdır? Deyir, evin kişisini soruşarlar. Və mən də dedim ki, Richard müəllim niyə götürməlidir? Siz götürməlisiniz işə. Buranı yəni sizə tapşırıb Rəşad Nəbiyev ki, yox, o bəs o götürür işə. Və mən yaxınlaşdım Richard müəllimə. Onda məşq zamanı idi. Dedi, gözlə bir 10-15 dəqiqəyə məşq qutarır, danışarıq. Məşqdən sonra yaxınlaşdım, danışdıq. Dedi ki, mən heç kəsi tanımıram. Yəni, deyirlər bunu götür, deyirəm, mən də hə, götür deyirəm. Yəni, mən bilmirəm kim kimdir. Onun da sözündə haqq var, doğrudan da. Və tezdən yenə də yaxınlaşdım Rəşad müəllimə ki, Rəşad müəllim, bəs axı bu belə deyir. Oturduq, xeylam danışdıq, oradan-buradan dedim, Rəşad müəllim, əgər siz belə edirsinizsə, mən məcburam, ölkə başçısına yazam və mən müsahibə verəcəm ki, siz məni işə götürmürsünüz. O da mənə qayıtdı ki, sən əgər müsahibə versən, o sözdə dedim ki, sabahsı günü kimsə nəsə bir şey desə, çünki oxucuların çoxu deyəcək ki, bəs ölkə başçısı hara baxır. Və ölkə başçısı əgər federasiyada gəlib katibliyi də əgər o işləsəydi, onda katib niyə qoymuşdular səni? Sabahsı günü baxa, bu sizin boynunuzda qalacaq, mənlik olmayacaq, kimsə nəsə bir negativ bir şey yazsa. O da qayıtdı, onda mən səni o zala buraxmayacam. Mən ona qayıtdım ki, bu zalı nə sənin atan dədəm tikib, atan yox, dədəm, nə bu mənim dədəm tikib. Bu zalı dövlət tikib. Mən də dövlətin bayrağını qaldırıb himni səsləndirən adamam. Mən hər zaman gələcəm öz məşqlərimi bu zalda da eləyəcəm. Və mən müraciət etdim ölkə başçısına. Ölkə başçısından da mənim müraciətimə cavab gəldi ki, Zülfiyə Hüseynovanı federasiyada işlə təmin edin. Bir neçə müddət keçəndən sonra həmin o məktub Gənclər və İdman Nazirliyinə də getmişdi və Judo Federasiyasına. Gənclər və İdman Nazirliyi hələ də susur, bir şey demədi. Bu Rəşad Rəsullu isə yazmışdı ki, sizə uyğun hələ iş biz görmürük, çünki siz Judo Akademiyasını keçməmisiniz. Ona görə və mən də ona həmin elə o söhbətin əsasında onun yanında olanda dedim ki, Judo Federasiyasını bütün idmançılarımız idmandan aralanandan sonra, böyük idmandan heç kəs keçməmişdi bu Judo Federasiyasının akademiyası. Hamısı işləyə-işləyə keçdi. Həmçində mən də işləyə-işləyə keçəcəm. Özə hələ mən məşqçi kimi yox, mən kurator kimi müraciət eləmişdim ki, kurasiyanı versinlər. Və maraqlı da odur ki, gətirdikləri həmin o qızların komandası müəllimlərindən danışıram, oğlanların yox. Heç biri Judo Federasiyasını keçməmişlər. Onlar gəlib Azərbaycanda keçdilər. Maraqlıdır. Nə yaxşı, bəs onları gətirəndə siz yoxlamadınız ki, niyə Judo Akademiyasını bunlar keçməyib, məhz gətirmişsiniz siz bura. Başa düşürəm, indi hər bir idman növündə bir dənə qızlar üçün baş məşqçi gətirdiniz, bir dənə oğlanlar üçün 8-9 dənə müəllim gətirmişsiniz xarici. Bəyəm Azərbaycan müəllimləri yoxdur, yoxsa Avropa, Olimpiya, dünya çempionu yetişdirən müəllimlərimiz olmayıb. Bu nə deməkdir? Bu o deməkdir ki, biz müharibədə qələbə çaldıq, Qarabağımızda bu saat tikinti işləri gedir, yəni hamının bu saat gücünü toplayıb orak eləməyə, amma sən burada gətirmirsən xariciləri yedizdirməyə. Elə yeməkdirsə, elə öz Azərbaycanlı müəllimlərin var da. Niyə bir dənə Azərbaycanlı baş məşqçi yoxdur olimpiya idman növlərində? Qırılıb Azərbaycanlılarımız, özümüzün nə qədər gözəl idmançılarımız var, nə qədər gözəl müəllimlərimiz var. Niyə qoymursunuz? Yığıb gətirmişsiniz hamısı xariciləri.
Siz hər bir şeyin öz yeri var da. Elə bir şey var ki, doğrudan da ola bilsin ki, burada biz axsıyırıq. Gətirmirsən, həmin o xarici müəllimləri gətir, o sıfırdan hazırlasın sən o uşaqları. Hazır uşağı verirsən, hazır uşaqla işləməyə nə var? Onu hamı işləyəcək də. Sonra deyirsiniz ki, bax, xarici bizə çempion. Xeyr, xarici sizə çempion vermedi. O çempionun üzərində işləyən müəllimləri sizə çempion verdi. Xarici gəlir, gündəlik 2 saat səhər, 2 saat axşam. Amma bu uşağı qaldırmaq üçün onların o şəxsi müəllimləri illərlə işləyib onların üzərində. Və bu, mənə belə deyəndən sonra mən əlbəttə ki, müraciət etdim və sizdən də öncə başqa bir qanun və korrupsiya qəzetinin müxbirinə də müraciət etmişdim, o da işıqlandırdı. Cüdoda demək olar ki, Rəşad Rəsullu deyir ki, burada mənəm, Bağdadda xor xəlifə. Mən kimi istəyirəm götürürəm, kimi istəyirəm də götürmürəm. Yəni ölkə başçısını da saymır. Bəli, ölkə başçısını da saymadı. Çünki ölkə başçısı məktubda yazmışdı ki, Zülfiyə Hüseynovanı işlə təmin edin. Amma onlar işini təmin etmədi. Çünki bu özünü yəqin ki, ölkə başçısından da yüksək tutur. Yəni başqa bir mən bir şey tapa bilmirəm bu sözün, bu hərəkətin qabağında. Çünki əgər ölkə başçısı deyir ki, idmanda böyük nailiyyətləri olanlar idmandan ayrılandan sonra bunları işlə təmin edin, güzaranları həm yaxşı olsun, həm də bilik bacarıqlarını gələcək nəslə ötürsün və oradan göndərir ki, məktub ki, bunu işlə təmin edin və bu işlə təmin etmirsə, bunun adı nə ola bilər? Başqa mən bir şey tapıb deyə bilmirəm. Zülfiyə xanım, son dövrlər mətbuatda, istər sosial şəbəkədə biz bu Cüdo Federasiyasının idmançılar arasındakı problemlə bağlı xəbərləri tez-tez rast gəlirik. Yəni, problemin kökündə nə dayanır? Yəni, rəhbərliyin özbaşınalığı yoxsa nə? Burada məsələ nədən ibarətdir? Bax, Prezident Rəşad Nəbiyevdir, tapşırıb Rəşad Rəsulluya. Yəni, Rəşad Nəbiyev öz başqa işi ilə məşğuldan bir nazir olaraq bu etimad edib buna. Bu insan da deyir, burada mənəm, mən nə deyirəmsə o olacaq. Heç kəs də mənə heç nə eləməz. Bunun sözü budur. Yəni ki, bu özünü hər kəsdən və hər şeydən yüksək tutur ki, mənəm də. Çünki öz xanımını da gətirib ora işə, öz qohum əqrabalarını da ora işə gətirib. Halbuki bir yerdə, bir ailədən neçədən adam işləyə bilər? Nə üçün sən gətirməlisən? İdmançısa qıraqda qalmalıdır. Gətir, özün bilərsən. Amma ən azından da nəticəsi olan idmançıya da sən etməlisən. Bunu mən gəlib sənə demirəm, çıx evindən, evi ver mənə. Mən gəlirəm öz haqqımı tələb etməyə. Əlhamdülillah ki, öz haqqımı da tələb etməyi bacarıram. Son dövrlər, belə deyək də, son 10 ildə dövlətimiz tərəfindən idmana qayğı xüsusi ayrılır və belə deyək də, kifayət qədər məşq zalları açılır və kifayət qədər, belə deyək də, bizim müəllimlərimiz var. Yəni, onlar niyə bu formada incidilirlər? Bax, elə mən onunla danışanda, hətta o mənə belə təklif elədi ki, bəlkə bir zal tapaq, ora arendasını biz ödəyək, sən orada işləyəsən. Dedim, bir şərtlə. Siz mənə ayda maaş verəcəksiniz və mən uşaqları havayı öyrədəcəm. Elə şey olar, dedim, hə. Çünki idmana gələn, hamısı mənim kimi kasıb ailənin uşaqlarıdır. Çünki mənim özümün şəxsən kimanım cırılmışdı, oturub ağlayırdım ki, 25 rublumuz yoxdur biz onu almağa. Çünki anam tək idi, 2 uşaq idi, anam da tək fəhlə işləyirdi. Halbuki anam ali təhsili ola fəhlə işləyirdi ki, bizi saxlaya bilsin. Çünki qaynaqçı daha çox pul alırdı, nəinki mühəndis. İdmanda da nəticə göstərən 99.9% kasıb ailənin uşaqlarıdır. Varlı ailənin uşağı gəlib heç kim bizim kimi özünü əziyyətə salmır. Və çox əfsuslar olsun ki, indi ölkə başçısı açır zallar, amma o zallarda hamısı pulla işləyir. Bu federasiyaları nəyə görə yaradıblar ki, siz müəllimlərə şərait yaratasınız ki, maaşları olsun, normal maaşı olsun ki, bu uşağı məşq elətdirsin. Müəllimi də qınamıram. Müəllim deyir, əgər mənə maaş normal verilmirsə, mən də ailə saxlayıram, mənim də evladlarım var. Məcburdur o da pul almağa. Amma mən də öz bilik bacarığımı pulla satmaq istəmirəm. Onu dedim, əgər belə ürəyiniz yanırsa ki, mənə deyirsiniz zal tapın, bir dənə zal tikin, elə üstünə də yazın ki, Cüdo Akademiyası Zülfiyə, o qızları yığım, oğlanları yığım, amma havayı dərs keçin. Siz mənə maaşla təmin edin. Siz xaricini gətirirsiniz, en qədər pullar xərcləyirsiniz ona. Həmin o pulun demirəm, hamısını, birdən hamısını versəz, infarkt zadalarsınız. Yarısını heç olmasa
varsa verin, biz də işləyək, biz də evimizə 5 manat deyir pulumuzu aparaq. Bəs bu məsələ ilə bağlı Nazirliyə müraciət eləmisinizmi? Yəni o mən bilən o zallar bir çox ölkələrdə pulsuzdur. Bəli. Yəni amma yəni bizdə yəni niyə federasiya pul Valla verir? mənim şəxsən tanışlarım yaşayır Fransada. Özləri də vaxtilə cüdo ilə məşğul olub. İndi evladları orada məşğul olur cüdo ilə. Bu yay elə gələndə söz nəsə düşdü, qayıtdı ki, Zülfə xalası təbrik elə, bəs Davud artıq aranjığı kəmər alıb. Mən də dedim ki, bəs neçədir sizdə kəmər imtahanları? Dedi, imtahan niyə pulla olur? Dedim, bizdə pullandı. Yəni kasıb bilmir balasının məşqinin pulunu versin, yoxsa imtahanının pulunu versin. Ne üçün imtahan pulla olmalıdır uşağa? Onda belə çıxır ki, kəmər imtahanları da pulsuz. Bəli, hər şey pullandı bu saat bizim cüdoda. Və sözün düzündə deyəndə xoşları gəlmir. Hamısı da bilir ki, elə idmana gələn gündən mən yəni yalnız qorxduğum bir varlıq varsa o da Allahdır. Çünki siz ən gözəl birlik ataların bir sözü var, düzlükdür. Ola bilər bu düz çox yox ha, 99% insanın xoşuna gəlmir. Amma bilirsən ki, haqlısan. Və buradan ölkə başçısına müraciət etmək istəyirəm ki, cənab prezident, sizə ünvanladığım mən məktubda sizdən ilk öncədən öz minnətdarlığımı bildirirəm ki, çox gözəl müsbət cavab vermişdiniz ki, Zülfiyə Hüseynovanı işlə təmin edin. Amma sizin müraciətinizə və sizə göndərdiyiniz məktuba cavab olaraq Rəşad Rəsullu yox cavabı verdi. Və mən çox istəyərdim ki, bu məsələyə yenidən siz baxasınız, məni Cüdo Federasiyasında özümə layiq olan bir işlə təmin edəsiniz. Öncədən də sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.